İran və Rusiya tərəfindən bir sinxron hücum planlaşdırılıb və həyata keçirilir. İlk baxışda güya bunlar İsraillə olan savaşlarının davamını burada sürdürürlər, nə bilim, nəyinsə qisasını alırlar falan. Amma gerçəkdə məncə vəziyyət başqa cürədir. Əvvəla biz onu bilirik ki, Azərbaycan son 100 ildir, eyni zamanda təkcə Azərbaycan deyil, digər Türk Cumhuriyyətləri də Rusiya və İranın birgə razılaşdırıldığı projeye uyğun olaraq mühasirədədirlər. Şimalda Rusiya, cənubdan da İran bu iki Türk dünyasını sanki bir blokadiya alıblar. Xüsusilə də Ermənistan vasitəsilə onu Anadolu türklərindən ayırıblar. Həm Türkistan türkləri, həm Qafqaz türkləri bu iki imperiyanın işğalı arasında, baskısı altında falan. Və demək olar ki, bu günümüzə qədər bu siyasət davam edir. Eyni zamanda Rusiyanın içindəki türklərin də, İrandakı türklərin də hər zaman çox ciddi bir assimiliyasiya məruz qaldıqlarını görürük. Məhz milli kimliklərinə görə, dini mənsubiyyətlərinə görə onların davamlı olaraq tutulduqlarını, işgəncəyə məruz qaldıqlarını, döyüldüklərini, öldürdüklərini deyə bilərik. Elə məsələn İranda da ki 46-cı ildə qurulan Cümhuriyyət fəallarına qarşı ümumiyyətlə Güney Azərbaycanda törədilən cinayətlər, onlara o insanlara divanlı tutulması. Rusiyanın özündə də ki bir qayda olaraq Rusiyada yaşayan türklər, türk qövmləri daim 30-cu illərdə, 40-cı illərdə onlar Stalin represiyasının qurbanı olublar. Sonra müharibədə böyük qırğınlara məruz qaldılar və müharibədən sonra da bir formada bu baskıları biz müşahidə eləmişik. Yəni, deməyim odur ki, bu yeni bir məsələ deyil. Əslində, bu iki köhnəlmiş, bu feodal imperiyası hər zaman türklərə hücum ediblər, hər zaman türklərə pislik ediblər. İndi də görünür bu müstəqillik dönümündə Azərbaycanın da, Türkistanın da bir qədər güclənməsi, özünə gəlməsi bunları narahat edir. Və bunlar fikirləşirlər ki, bu Türk dünyası güclənərsə, burada bir Türk birliği formalaşarsa, bu mütləq İranın içindəki türklərə və Rusiyanın içindəki o əsarətli olan türklərə təsir edəcək, onların o milli azadlıq hisslərini gücləndirəcək və nəticədə bu ədalətsiz, geri qapalı bu imperiyaların ikisi də çökəcək. Bax, bu olmasın deyə sanki onlar yenidən Azərbaycanı və digər Türk Cumhuriyyətlərini bir növ hədəf seçiblər. Elə bugünlərdə mən rast gəldim. Artıq ikinci bir baskı olarsa, savaş olarsa, hətta İran ərazisindən, daha doğrusu Güney Azərbaycan ərazisindən, bəli. Atmaq və bunu da Güney ilə Quzeyin savaşı kimi təqdim eləmək. Belə bir hazırlıqları var. Yəni bu Molla Fars rejiminin belə bir hazırlığı var. Rusiyanın da son günlər elədiyinin bir adı var. Bu dövlət terrorizmi. Əslində Rusiya hər zaman bu terrorçuluqla məşğul olubdur. Biz Rus faşizminin özünün belə Alman faşizmindən daha qədim olduğunu, daha qəddar olduğunu bilirik. Amma bu son günlər törədilən, mən hesab edirəm ki, bu təbii ki, dövlət səviyyəsində terrordur. Bunun adını qoymaq lazımdır və dünyaya müraciət eləmək lazımdır. Rus terrorizmindən, Rusiyadakı dövlət səviyyəsindəki terrorizmindən, buradakı Azərbaycanlıların əlbəttə müdafiəsinə, onların qorunmasına ciddi ehtiyac var. Orada yalnız insan haqları pozulur deyə bilmərik. Orada ümumiyyətlə bütövlükdə bir xalqın məhz milli kimliyinə görə, dini mənsubiyyətinə görə orada yəqin ki, hələlik onlarla, yüzlərlə də, amma bu rəqəm arta bilər. İnsanların bir çox ciddi bir baskı ilə, ədalətsizliklə, haqsızlıqla, qanunsuzluqla, zorbalıqla üz-üzə qaldığını görürük. Yenə deyirəm, bunun adı dövlət terrorizmi. Bu pislənməlidir, qınanmalıdır və məncə bu da yetərli deyil. Əslində, yəqin ki, beynəlxalq təşkilatlara da müraciət olunmalıdır, dünya birliyinə müraciət olunmalıdır və bu terror, dövlət terroru dayanmazsa, o halda o insanlarımızın vətənə qayıtması, o insanlarımızın bir şəkildə qorunması üçün başqa hansısa tədbirlər görülməlidir. Açıq mən düşünürəm ki, İran və Rusiya sanki bir uzlaşdırılmış, razılaşdırılmış bir siyasət çərçivəsində Azərbaycana qarşı, Azərbaycanlılara qarşı bax, bu vəhşiliklərə, bu terrora başlayıblar. Əlbəttə, biz də öz müttəfiqlərimizə, öz dostlarımıza müraciət eləməliyik. Yəqin ki, burada Türkiyənin, Pakistanın, beynəlxalq təşkilatların, Avropada olan bir çox dostlarımızın və digər Türk dövlətlərinin bu məsələdə bir növ səsini qaldırması
və Azərbaycana bu ağır dönəmdə dəstək olması olduqca vacibdir. Qısası, dünyada bir qütbləşmə gedir. Sanki bir bloklaşma gedir. Bax, indi son hadisələrdə biz gördük ki, Pakistan ciddi şəkildə İranı dəstəklədi. İsrail-İran qarşıdurmasında. Amma Pakistanla İranın hər zaman münaqişəsi oldu. Bax, indi bizim əslində bu məsələdə Pakistanı da yanımıza almamız, onun da dəstəyinə, onun da köməyinə bir növ düşünürəm ki, müraciət etməmiz çox doğru olar. Yəni, əslində bizim də kifayət qədər gücümüz var. Sadəcə olaraq bir dinamikləri işə salmaq lazım. Molla rejimi başa düşür ki, növbəti bir baskıda, əslində bax, bu İsrail-İran savaşı, 12 günlük savaş, bu rejimin nüfuzunu, gücünü yerdən yerə vurdu. Rüsvay elədi. Onun nə qədər gücsüz olduğunu, nə qədər biabırçı olduğunu, qeyri-adekvat olduğunu ortaya qoydu. Yəni, balaca bir ölkə, 10 milyon əhalisi olan bir dövlət 12 gün içində bu boyda imperiyanın 90 milyon əhalisi olan, 1.7 milyon kvadrat kilometr əhalisi olan bir dövləti rəzil bir vəziyyətə saldı. Bunun bu rüsvayçılığı kiminsə ayağına yazmaq lazımdır. Bir şey var, bunlar gizlin olmayıb ki, günün günorta çağı oldu da, İsrail təyyarələri Azərbaycandan gəlmir. İsrail təyyarələri Suriya və İraq üzərindən keçib, gəlibdir və açıq ağbədəyi mərdi-mərdanə İranı bombalayıb. İranı bombalayıb, nə bilim, onun hava hücumundan müdafiə sistemini vurub, onu vurub, bunu vurub. Yəni, burada hər şey açıqdır. Sənin sözün var, necə də etirazın var, bəllidir də. Səni rəzil günə salan güc bəllidir. İsrail bunu gizlin eləməyib ki, sən durub şey axtarırsan, anonim bir düşmən axtarırsan. Açıq gəlib savaşıb, sənin o hərbi gücü də darmadağın edib, o yeşə-yeşə danışmağını da əsassız olduğunu ortaya qoyub. Və açıq onu da deyim ki, biz də əslində bu məsələlərdə lap düşəndə qınamışıq da, İranı qınamışıq da. Daha doğrusu İsraili də qınamışıq. Hətta demişik ki, Azərbaycanla işin yoxdur. Demişik ki, məsələn, Güney Azərbaycanda bizim qardaşlarımız yaşayır. Mən də gerçəyi demişik. İranda bugün 50 milyon Türk yaşayır. Və bu 50 milyon Türk'ün ağrısı, acısı bizim ağrımız, acımızdır. Biz yəni o müharibə dönəmində də bir mənəvi, psixoloji dəstəyimizi bildirmişik. Düşəndə İsrailə etiraz etmişik. Demişik, ümumiyyətlə bu addımları etməyin. Yox, mütləq hansısa bir zərurət varsa, falan varsa, heç olmasa mülki insanları vurmayın. Mümkünsə heç olmasa Güney Azərbaycanı vurmayın, Təbrizi vurmayın. Yəni biz bundan artıq edə bilməzdik ki. Və bunu deyən, belə bir mövqe qoyan tərəf, burada nədəsə qınamaq, bu sadəcə olaraq riyakarlıqdan, bu yaramazlıqdan başqa bir şey deyil. Dedim ki, İsrail ortadadır. Keçib gəldiyi hava məkanı ortadadır. Amerika bombalayıb, o da ortadadır. İndi sən o deyir, o məsələ bizdən uzaq, nəyə gücü çatmır, nəyə döyəşliyir bir məsələ var. Bunun indi o gəlib bunun başına o vuranlardan gücü çatmır, hesabat dinləsin, sorğulasın. Azərbaycanı qınayırlar, Azərbaycanı itham edirlər. Burada nədir məsələlərdən biri? Əvvəla Azərbaycanla İsrailin münasibətləri var, olsun. İsraillə Amerikanın da münasibətləri var. İsraillə Fransanın da münasibətləri var. Onda gedin Fransanı da hədəliyin. İsraillə Almaniyanın da münasibət var. Gelin onda Almaniyanı da hədəliyin ki, niyə sən onu dəstəkləyirsən? Heç dəxli var. Sən Ermənistana, Qarabağa silah-sursat daşıyanda, yanacaq daşıyanda, nə bilim Ermənistana benzin daşıyanda biz səni qınamırdıq ki. Sənin axı ən azı bu məsələlərdə Azərbaycanı qınamağa axırıncı haqqı olan dövlət İrandır. Sən 30 il erməniləri dəstəklədin, ermənilərlə qardaşlıq edin. 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına göz də yummadın. Bizi bəlkə də qınayarlar ki, neytral oldunuz, bir tərəf oldunuz. Amma qətiyyən müdafiəsinə qalxdılar. Əksinə hələ onu demək istəyirəm. Biz hələ nəzərə alıq ki, biz bu məsələdə çalışdıq ki, bu savaş olmasın. Dəfələrlə bildirdik ki, savaşı dayandırın, danışıqlarla məsələləri çözün falan. Amma onlar əksinə ermənilərə kömək elədilər. Açıq və gizlin şəkildə. Hətta 2-ci Qarabağ savaşında belə bizim o güneydəki qardaşlarımız gedib o tırlara od vurub yandıranda bəlli oldu ki, onlar yenə Ermənistana neft götürürlər, silah götürürlər. Yəni bu qədər rəzillikdən sonra sənin nə haqqın var? Hansı hüququn var Azərbaycana nəsə tələb edilsin? Deyirlər Azərbaycan neftini İsrail alır, nə bilim o da istifadə edir falan. Azərbaycan neftini zaten hamıya satır.